Xoşqədəm xanım efirdən qabaq Ayşədi yanına çağıraraq onu qınayır. Ayşəd, Hüseyn sənin əlindən xəstə düşəcək. Sənin zəngləri imkan vermir ki, Hüseyn işləsin. Ayşəd, sən Hüseyni itirmək üzrəsən. Neynirsən sən? Adam deyir həyatdan bezmişəm. Sən nə qədər mən deyirsən? Allah sənə çoxlu ağıl versin ki, Hüseyni qaçırtmayasan, əlində saxlaya biləsən. Sonluğunuzu yaxşı görmürəm. Buyurun videonu izləyək. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Dua edək ki, ayrılmasınlar. Yox, elə deməyin də, nə olar deməyin də ayrılacaqdı da, xahiş edirəm. Ayşədi bura gətir. Deməyin ayrılacaq, siz Allah, yəni uşaqlar. Niyyətlər əlbəttə ki. Olur da, hər bir ailədə qısqanclıq olur. Ayşədə niyə yazıqdır? Ayşədə yenə anası var. Yazıq Hüseynədir. Uşaqlarım, valla, bugün Arda biraz yaxşıdır, amma Arın qızdırması hələ var. Xəyanəti bağışlamaq deyəndə, yəni düzgün yanaşma deyil bu. Hər bir insanın həyatda səhvi ola bilər. Səhv ola bilər. Çox sağ olun. Sizin də gözəl ürəyiniz var. Görürsən, qurban sənə, Ayfək, görürsən, şovu deyirsən, amma necə gözəl baxırsan. Deməli, baxırsan. Deməli, xoşuma gəlir. Seviyorsun. Sevməyə, baxmağa davam et. Sevirsən. Hədə, bağışlanmır, çıxıb gedir. Bağışlayacaqsan, ya həyatına davam eləyəcəksən, ya da ki, yəni, itirəcəksən. Ayşad, gəl bura. Ayşadın bildiyi deyəndə Ayşadın əlində video var. Necəri? Hüseyn xəstə düşəcək, bəli. O cür, bilirsiniz, mən açıq sizə deyim, mənim də bütün qadınlarda o qısqanclıq var, amma hər şey qədərində olmalıdır. Qədərini keçəndə o artıq çirkinləşmir. Valla, mən sizin kimi düşünmürəm, xəyanəti bağışlayıb ilanla yaşamaq. Baxır, o araşdırmalısan da, hansı vəziyyətdə, necə bu addımı atıbdır. Günahkar mərəmi. Bəli. Ayşad, gəl bura, gəl. Gəl Ayşad. Sən hələ aşağıda da Hüseynə deyirsən, başına daşlar düşsün. Elə demədiyim. Və necə dedin? Benim attığın daşlar öz təfənə gəlir. Attığın daşlar öz. Sən kişini, sən ondan... Gəl salamla tamaşaçılar. Aşağıda yemək yeyirlər. Hüseynin başı. Yox, daşlar düşürmürəm. Deyirəm, gəlir düşür təfənə. Baxın, düzdür. Amma Hüseyin Hüseynin altında biz varıq. Kim var? Sən varsan orada. Sən nə edirsən? Kim korursan? Gedib qızın... Nəysə, Başad, həqiqətən. Hüseynin əleyhinə... Yox, əleyhinə... Necə yəni, atıblar mı? Filmə tək uşaq nəysə, danış. Necə yəni, atıblar mı? Filmə tək uşaq nəysə, danış. Səhərdən aşağıda uşağa baxanda deyir, nə demişəm ki? Bağçlar yazılək. Əsədə mən Allah'la necə bilirəm. Möhkəm. Belə yaxşılar bilir ki, mən bilirəm. Yaxşılar. Kimdə var? Təmsil. Ailəsi yanında olan ayırmaq çalışan pislikdən əl oradan. Onunla yanaşı övladı üçün susanlar bilir ki, nə etmək lazımdır, necə etmək lazımdır. Dedim ki, attığın daşlar öz buna deyir. Deyirəm ki, elə demişəm. Vallahi məni tanıyanlar bilir ki, mən sözümün ağasıyım, sözümün görüşmədəsin. Deyirəm, attığın daşlar öz təpənə deyir. Sən özünə girsən, edəysən sən. Az yaşın yoxdur, maşallah, özün valideyinsən. Ailəmizi qorumağa çalış, uşaq böyüyür. Özdə oğlan, Allah sağlamaq, Allah can sağlıq verir. Deyirəm ki, yəni Ayşad, burada sən yoxdur da biz iki. Sən yoxdur. Yox, nə xoş adam. Düz də bir şey, o gün düşür deyirəm.
ki, haqq tərəfsiz, düzdür. Yox, olmuyor. Biz veteranlarımız olub bizim. Ona görə sən bəs o xeyir dualar verilib sənəsə, sən indi dur. Mən xeyr. Sənin zənglərin imkan vermir Hüseyn işləsin. Xeyr, sadəcə olaraq mənə göndərilən video, mən o video əsasında, mən boş-boşuna etmirəm. Qıcıqlandırıcı video, o video mənə çox təsir etdi, çox yer elədi. Valla mən də işləmişəm Allaha. Özü gözəl insanlar işləmişəm, işləmişəm. Mən hərəkətlər etməmişəm yəni. Hüseyn etməyib, amma edən edib. Hüseyn ailədir, övlad sahibidir. Mən Hüseyni çox sevirəm. Hüseynə dəhşətli dərəcədə yəni bağlıyam. Çox istəyirəm. Yəni təsəvvür edirsiniz ki, atamdan sonra ona güvənirəm, inanıram. Güvən yerim odur. Arxa dayağım odur. Həm üstam Fadimə görə sevirəm. Çox istəyirəm. Bəli, sevən insan qısqanar sevdiyini. Mən normal baxıram. Amma baxır ki, mən sizə məsələn qısqanan deyiləm, bacıya qısqanan deyiləm. Baxır o hərəkətə, qıcıqlandırıcı hərəkətə. Mən boş-boşuna etmirəm. Mən elə şeyləri qəbul eləmirəm. Özü də bilir, mənim xasiyyətimə bələd idi zaten. O mənim kaprizdə olduğumu da bilir, qısqancı. Mənim ümumiyyətlə xasiyyətimə bələddir Hüseyn. Bəhanələrə də son qoysun, bəhanə etmək lazım deyil. Bax. Elə şeydə, haycan. Qısqanclıq da, sevgi də, bunlar hamısı çox gözəl şeydir qızım, amma yerində. Sən Hüseyni məhv eləmişsən. Yox, sən Hüseyn. Mən Hüseynə baxıram. Hüseyn kimi belə də, Hüseyn çox yaraşıqlı, çox özünə baxan uşaq idi da. Hüseyni mən gördüm bayaqlar. Vallahi mən də özümə baxımlı olmuşum, Allah haqqı. İndi baxımlı ola bilmirəm, ancaq övladıma, ailəmə vaxt ayırıram. Başa düşmədim, biz övladımıza və səndən başqa övladına baxanlar yoxdur. Onların bəlkə köməyi ola bilər, onların heç köməyim yoxdur. Ay qız, mən ilk uşağıma mənim köməyim olmayıbdır, mən özüm baxmışam. Allah saxlasın. Yəni, başa düşmədim. Vallahi mən ancaq Allah haqqı çox üstünüzə canlısa biraz da ağrılarım var. Hər şey atam kənd. İnansız evdə heç nə olmayıbdır. Yəni çətin vəziyyətdə olmuşuq da üstam familiya uşaq dünyaya gəlmədən öncə. Yəni mən deməmişəm ki, Hüseyn mənə ürəyim bunu istəyir də. Yəni sakit durmuşam ki, yəni vəziyyəti anlamışam. Başa düşmüşəm. Valla bilmirəm. Amma bildiyim... Mən də çox şeyimdən keçmişəm, valla. Amma bildiyim odur ki, Ayşat, sən çox böyük səhv yoldasan. Sən Hüseyni itirmək üzrəsən. Mən bayaq Hüseyni mən həqiqətən gördüm. Saçı başı dağınıq, üstü başı nə gündə, işdən qaçır evə, evdən neynirsən ay qızım, neynirsən sən? Ay, xoşbədəm xanım, mən ona deyirəm ki, səliqəsiz ol. Səliqəsiz deyir ki... Adam deyir ki, həyatdan bezmişəm. Vallahi mən də bezmişəm həyatdan, inanırsınız. Çox yorulmuşam. Sən nə qədər mən deyirsən Ayşat? Ancaq mən. Sən heç Hüseyn haqqında danışmırsan. Niyə danışmırsan? Kişilərin psixologiyası tamam başqadır. Niyə? Mən də deyirəm də, nə deyirəm ki? Sən ancaq mənim, mənə. Yəni deyirsiniz ki, sən ancaq özünü düşünürsən. Vallahi mən özümü düşünmürəm. Yəni sözünüzdə elə çıxır ki, yəni mən özümü düşünürəm. Xeyr, mən ancaq... Sən, bax, bu adam... Nə istəyirsən sən? Mən deyirəm ki, ailəmi olmağa çalışıram. Allah sizə on sağ versin, Allah razı olsun, Allah gözəl razı olsun. Allah sənə də çoxlu ağıl versin Ayşat. Ailəni qorumaq belə qısqın, demirəm ağılsızsan. Mən sənə ağılsız demirəm. Deyirəm ki, çoxlu ağıl versin ki, Hüseyin qaçırtmayasan. Əlində saxlayasan. Əlində saxlaya biləsən. Ailəni qaçırda bilərsən qısqanclığınla. Niyə qaçırıram? Çay xoşqədəm xanım. Biz ailə qurmamışıq ki, ailəmizdə problem yaransın. Biz bir-birimizi başa düşməliyik, anlamalıyıq. Hər halda o da məni başa düşür, anlayır nə demək istədiyimi. Mən bu etməmişəm. Mənim adımın təsəvvürləri gözü yaşlı keçdi. Ben saat gün keçirmirəm, atam üstünüzə sağlıq dünyasını dəyişən. Şimdi görə sən Hüseynə inanaydın, onun yanında olaydın, ona dəstək sadəcə onun olaydın. ətrafında heç kimi, yəni Xoşqədəm xanım kimi dəyərli, gözəl insanlara inanıram. Amma onun ətrafında elə şəxslər var ki, onlara heç cürə inanmıram. Onlar deyirsən yoldan çıxaracaq onu. Həmən adamların ailələri var. Bilmirəm.
maraqlı da deyil onların ailələri var, yoxdur. Elə ailələr də var ki, yəni həyatda görmüşük də, özünüz də görmüşsünüz hətta. Hüseyn ailəsinə bağlı olmalıdır da. Çox bağlıdır. Hüseyn ailə, Hüseyn uşağını bir addım o tərəfə buraxır. Ailəsinə bağlı olan oğlan hələ mənim heç bir qadın yoldan çıxarda bilməz, gücü çatmaz. Əslində sən ona dəstək dur, sən onun yanında ol. Özdəki bir-birinizə Allah haqqı on qurmağa çalışıyorum. Xoş gəlin xanım. Allah sizə can sağ versin. Allah gözəllərinizə görməsin. Sən Ayşat nə deyim mən? Vallahi inanırsınız mən şokdayam. Ayşat bilirsiniz nədir? mən dünənləri şokdaydım. Qayda. Bəzən susmaq ən gözəl cavabdır. Bəzən susmaq. Susursan hələ sən. Qızım sən susmağın budursa, danışmağın nədir bilmirəm. Danışmağım. Vallahi mən nə edirəmsə, əsas da uşağın üstünə edirəm. Sabah gün uşaq böyüyəndə deyilməsin ki, beləyik. Utandırıcı vəziyyət olmasın. Hüseynə demişəm ki, sənə qadağa qoysun TikToka girməyi. Girmirsən ki? Yoxsa dünən girmişdin? Yox, TikToka görürəm görməyini, amma canlı bir neçə gündə açmıram. Açmırsan ki? Açmıram. Mən demişəm ki, ona qadağa, sənə qadağa qoyuram. Bir neçə gündə açmıram. Nə yaxşı, nə yaxşı, nə yaxşı. Yəni, bu qız nədir bilmirəm. Gözün az qaldı. Bu qız nədir bilmirəm, Ayşat. Haydi. Gətir görüm şeyi bura, uşağı gətir mənim yanıma. Başla. Sevmək əmək verməkdir, fədakarlıq etməkdir. Sevmək dildə həmən sevirəm, evə neçədə gəldin, evə neçədə getdin. Sevmək əmək verməkdir dostlar. Güzəştə getməkdir. Bəzi anlarda gözlərini yummaqdır, bəzi anlarda ağzını yummaqdır. Yəni bax, uşağı gətirir Ayşat. İnanırsınız, uşaq Hüseynin qucağından düşüb ona getmək istəmir. Daha doğrusu Hüseynin qucağından gəlmək istəmir. Gördün uşaq necə ağladı, eləmi? Gördün? Gör atasına nə qədər bağırdı. Yox, məni axtarırdı. Məni görməyəndə başladı. Bura bax, bura bax, bura bax. Ay, bu cür uşaq var burada. Bu cür uşaq var. Bu cür uşaq var. Dədə, ağlamır. Neçə aylıqdır? Bu 5 ay olacaq. Bu bebiş, bu bebiş. Yanvarın 7-si 5 ay olacaq. İnşallah. Mən kızımdan biraz böyüktü. Allah Biraz. saxlasın. Buna güzel paltarlar alacak, hoş gelen xaləsi. Ay da boydu. A boydu. Atam balamdı benim. Totam balamdı benim. Ağzını təmizlə. Ne düştü? Yox, heç nə. Pudra da sıxılacaq. Haycan, Allah'ım etmirəm. Allah, mən bir dənə bilirəm ki, sonluq yaxşı görünmür. Haycan, Allah'ım. Sonluq yaxşı görünmür dostlar. Söz qutardı. Qaşının burnun qalır. Get. Çok güzel. Yakınlar. Zeynep Tomas'a bakın. Wow. Evlendiririk. Baxın, nə bilim, deyir yeni faktlarım var əlimdə. Baxın necədir makla vurmağa.
bu paltara gedərmi heç o? Bu paltara o getməz qızım. O gedə bilər. Oyda gözüm. Ya Allah'ım. Heç olmaz, təmizləyərəm. Bu biraz qurusun. Kimin də daşı təpənə. Dostlar, Ayırbit televiziyasını açmısınızmı? Baxırsınızmı? İzləyirsinizmi? Çox sağ olun. Valla mən kiminsə başı çatır, çatmır demirəm. Mən baxıram, görürəm, idarə edə bilmirəm, çıxarıram efirdən. Deyirəm ki, vəsiyo da, bəs, bezdim. Çünki da o hövsələm yoxdur ki, nazla, qazla oynayam, neyniyəm. Bezirəm yəni, mən də insanım. Baxacam, görəcəm ki, Ayşadı idarə etmək mümkün deyil. Deyəcəm, yaxşı yol. Bunlar var, götürək otursun. Otursun, eləmiş burada. Bu hamı üzərində öyrənəsəzdir. Bunlar bir dənə çıxarmasını sevsin. Ben hiç bitkileştim. Biraz qurusun. Siz çəkin qurusun. Çok. Gel tez. Dostlar, Ayırbit televiziyasını kimlər açıb? Hə, vallahi düz deyirsiniz dostlar. Allah ha, ikinci gün dedim yox davru.
Yoruldum. Yorduk, cemaati da yorduk. Hə. Öpüyorum hamınızı, kucaklıyorum. Şu hazırım. Bildiğimiz gibi her gün gelip yığar. Yenə danışaq. Bazar. Bugün yığırsan yoksa Bazar. Onda. Onun yarısı. Onun yarısı burada olur. Yığmamıza göre değilim Onun de. yarısı. Aa, onun yarısı gec değil mi? Hayır, beni açın dostlar, başlayırıq. İçədə olaq, onu deyil, ona uyğun gəlir. 11'in yarısı. 11-in yarısı 9'da 9-da burada olur. Suyum. Gəlin xəbər baxın. Ver. Dostlar, herkes Hayır Bir televizyasına baksın. Biz başladık. Əzizlərim, hanım mənim. Saniyeler, şahım yoktu, bunu tapa bilmedim. Yaxşı, o biri parfümümü vurum. Sağ olun, xoşram xanım. Oğullar hələ danışırlar. Arıqlamaq üçün su içirlər, canlar. Hadi, hamıya deyirəm ki, ekrana yaxın əyləşin. ARB televizyasına baxın. Biz başlıyoruz dostlar, biz başlıyoruz. Öpüyorum sizi.